Hər vaxtınız xeyir, əziz 11-ci sinif şagirdləri. Bugün 19 aprel buraxılış imtahanında ikinci xarici dildən imtahan verən şagirdlər üçün ingilis dil suallarını izah edirəm. Sizdən xahişim videonu bəyənin və mütləq səhifəyə abunə olun. Gəlin başlayaq suallara. 7-ci sualdan başlayırıq. Çünki dinləmə mətni hal-hazırda mövcud deyil, əlimizdə yoxdur. Baxıram 7-ci suala boşluqdan sonra cəm isim gəlib. Maç və elotu çıxırıq. Maç sayıla bilməyənlə işlənir. Elotun isə ofu yoxdur. Düzgün cavabımız olur 1-3, yəni A variantı. 8-ci sual. Cümlənin sonunda tək qalan söz önü varsa, bu deməkdir ki, tamamlığa sual verir və tamamlığa sual verənlər arasında yalnız D variantı var. Digərləri zərfə və təyinə sual verir. 9-cu sualda zənin qarşısında mütləq müqayisə dərəcəsi olmalıdır. Digərləri hamısı A dərəcədir. C variantı da düzgün müqayisə deyil deyə düzgün cavabımız olur A variantı. 10-cu sual söz önüyə aid sualdır. Tufan var idi. Gecə təbii ki, ətlə işlənməlidir və müddət mənalı sözlər forla işlənir. Düzgün cavabımız C variantı. 11-ci sual mürəkkəb tamamlıqdır. Mürəkkəb tamamlıqda biz bilirik ki, letlə tulsuz, ing-siz olur və düzgün cavabımız olur C variantı. 12-ci sual tamamlıq dağ cümləsi indirect speech və köməkçi feil mübtədanın önünə keçə bilməz və want to know that-lə işlənə bilməz. D variantında köməkçi feil keçirmənə və when-dən sonra has plus verb gələ bilməz. Düzgün cavabımız olur B variantı. 13-cü sual bağlayıcıya aid bir sualdır. Julia xoşbəxt idi çünki o imtahanı uğurla vermişdi. Təbii ki, düzgün cavabımız D variantı. 14-cü sual Nick hazır idi kömək eləməyə. O səxavətli və mehribandır. Təbii ki, müsbət mənalılar seçirik. Düzgün cavabımız olur 1-4 D variantı. 15-ci sual while-dan sonra biz bilirik davam edici zaman gəlir və baş cümləm keçmiş zamanda olduğuna bu dağ cümləm mütləq keçmiş zamanda olmalıdır. Düzgün cavab olur B variantı. 16-cı sual isimlər sırasını istəyir. Comfortable A-da səhvdir, B variantında easy, D variantı silent və Y variantında dangerous. Üstünə xətt çəkdiklərim sifətdir və düzgün cavabımız olur təbii ki, C variantı. 17-ci sual xəbərimiz A translated-dir və tərcümə edilib. Təbii ki, 2-nin qarşısında mütləq 5 gəlməlidir. Yeni məqalələr tərcümə olunub. Şagirdlər tərəfindən by the students 4-1. Əvvəl məkan, sonra zaman, yəni 6 və 3. 524, 163, düzgün cavabımız C variantı. 18-ci sual cümləni məchul növə çeviririk. Has plus verb gördüksə mütləq cümlədə has been plus verb axtarmalıyıq. O da düzgün cavab Y variantı. 19-cu sual bizə deyir ki, hər şey alındığına görə bizim artıq ehtiyacımız yoxdur başqa heç nə almağa. Don't olduğuna, inkar olduğuna samları, noları çıxırıq və Y variantında samı çıxırıq və əlimizdə qalır sadəcə D və B variantları. Else-lə törəmələr işlənir, ona görə D-nə də çıxıb. Düzgün cavabımız olur B variantı 19-cu sualda. 20-ci sualda boşluqdan sonra to görürüksə, demək ki, şudur, must'ı, could çıxmalıyıq. You has-lə işlənmir deyə cavabımız olur D variantı. 21-ci sualda show göstərməkdir. Bir də uyğun gəlir A-ya. Kiminsə görməsinə imkan vermək. Scold'dan anlamaqdır. Təbii ki, 2 uyğun gəlir C-yə. Əsəbi şəkildə danışmaq. Və 3-də bölüşmək, paylaşmaq. O da divide, something between two or more people. 2 və daha çox insan arasında bölüşmək. A, C, B düzgün cavabımız olur Y variantı. 22-ci sual article mövzusu. Quiz question sonunda est var. Təbii ki, D article. Word D article-dan işlənir. D cavab olur Y variantı. Baxırıq mətnin suallarına. Mətnin suallarında 23-cü sualda deməli Robinson A variantı düzgündür və öz qaydalarını adıda yaradıb, tamamilə düzdür və həmin cümlə bizdə mətndə The Robinsons established new rules there. Yeni qanunlar əsası qoyub, tamamilə düzdür. Baxırıq 24-cü suala. 24-cü sualda məndən düzgün cavab istəyir. Burada düzgün cavab A variantıdır. Balıq tutmaq və ov etmək əsas yemək vasitələridir. Yəni ərzaq əldə etmək vasitələri də bu 3-cü paraqrafın 1-ci cümləsində qeyd olunub ki, yerli insanların əsas məşğuliyyəti yemək, yəni ərzaq əldə etmək üçün balıqçılıq və ovçuluğu idi. 25-ci sualda mətn nə haqqındadır? Burada düzgün cavabımız B variantıdır. Yəni Havayda ən böyük adalardan biri haqqında ki, ilk cümləmizdən bunu bilirik. 70-ci ən böyük ada idi.
26-cı sualda niyə görə Forbidden Island, yəni qadağan olunmuş ada adlandırırdılar? Bunun səbəbi onlar qadağan eləmişdi. Birinci paraqrafın ortalarında verilib, turistlərə bura gəlməyə icazə vermirdilər və bu da A variantında verilib. 26-cı sualda düzgün cavabımız A variantı olur. Çünki ora turistlərin gəlməsinə icazə verilmirdi. 27-ci sualda mənə to keep somebody something safe deyir, yəni kimsə və yaxud nəyisə güvəndə saxlamaq təbii ki, to protect sözüdür. 27-ci sualda. 28-ci sualda nowadays deyir, 3-cü paraqrafdan today sözüdür, elə ilk sözdür. Today. 29-cu sualda 29-cu sualda fikir tamamlamaq istəyir. Bəzən suitlər adaya yaxınlaşır. Beləliklə, burada dəyişə biləcəyimiz sözlər nələrdir? Ki, mətnimizin ən sonuncu cümləsindədir. Visitors, turistlə dəyişə bilərik. Tourists. Sonra may have an opportunity, opportunity-ni a chance-la dəyişə bilərik. To see-dən, təbii ki, burada da to see-ni to observe-lə dəyişə bilərik. Belə, əziz şagirdlər, testimizin cavablarını izah etdim. Sizdən xahişim mütləq növbəti videolar üçün səhifəyə abunə olun.